Özünüzü hər hansısa bir təhlükəli hücumdan qorumaq üçün özünü müdafiə rubrikamızı izləyin. İnanıram ki, faydalı olacaq. Həyatda elə hallar olur ki, bəzən hətta soyuq silahla, bıçaqla üzbəüz qala bilirik. Onu qeyd etmək istəyirəm ki, bu xüsusi təhlükəli bir məqamdır və çünki söhbət sizin canınızdan gedir və bu zamanda, bu anda siz əlinizdən gələni etməlisiniz ki, özünüzü qoruya bilərsiniz. Bıçaq zərbəsi müxtəlif formada ola bilər. Ola bilər yuxarıdan olsun, ola bilər yandan doğru, düzünə zərbə ola bilər. Ola da bilər ki, sağa-sola bu formada da gələ bilər. Biz isə göstərdiyimiz, əgər rəqibin bıçaq arxasındadırsa, bizə hücumundan bəhs edir. Bu zaman biz qarşısında rəqibin durmuruq, çünki xəsarət ala bilərik və mütləq formada sağ əlimiz sol əlimizin üzərində blok qoyuruq və buna baxmayaraq yenə də önündən çəkilməliyik. Çəkilməsək çünki gördüyünüz kimi bıçaq zərbəsi güclü olsa gəlib mənə çata bilər. Kənara da çəkilmirik, çünki bu formada da bıçaq gəlib bizə çata bilər və güclü xəsarət keçirə bilər. Burada yeganə variant, əgər rəqib addımla üzərimizə doğru gəlirsə, öndə olan ayağımı geriyə doğru atıram ki, məsafə qazanım və yenə də blok eləyirəm. 1. Gördüyünüz kimi artıq bıçaqla aramda məsafə var. Bu zaman nə etməliyik? Blok etdikdən sonra, uğurlu blokdan sonra yumruq zərbəsi ilə rəqibi çaşdırırıq. Çaşdırırıq, hətta bu formada ayaq zərbəsi də vura bilərik. Bundan sonra rəqibin biləyini tuturuq, qaldırırıq havaya və bu yaranmış dəhlizdən istifadə edərək sol ayağımızı qabağa doğru aparırıq. Burada sağ əlimizlə möhkəm tuturuq, sol əlimizlə dirsəyinə doğru basırıq və möhkəm sıxırıq. Və nəticədə rəqibin əli açılmış olur, bıçaq da yerə düşmüş olur. Və yenə də sol dizimizi çiyninə doğru qoyuruq rəqibin və çəkimizi üzərinə salırıq. Bugün sizə bu fəndləri göstərməyimizə baxmayaraq, məsləhət bilirik ki, silahla üzbəüz durduqda çox ehtiyatlı davranasınız, bacardığınız qədər bu hallardan uzaq durmağa çalışın. Yox, gördüyünüz ki, mümkün deyil, artıq özünüzü müdafiə etmək üçün əlinizdən gələni edin. Əllər bəzən gözəllik yaradan, bəzən isə qarşındakinə güc tətbiq edən özünü müdafiə rubrikasında yeni fəndlər öyrənəcəksiniz. Bugünkü buraxılışımız bir əvvəlkindən xüsusi riskli olması ilə fəndlənir. Belə ki, bugün sizə göstərəcəyimiz fənd odlu silahdan, yəni tapancadan müdafiəni izah edəcək və çalışacaq ki, sizə bir neçə üsulda tapancadan qorunmağın yollarını göstərək. Onu da qeyd etmək istəyirəm ki, bu fəndlər sıravi vətəndaşlarla yanaşı, xüsusilə hüquq mühafizə orqanı əməkdaşları üçün çox gərəklidir. Mühafizə əməkdaşları üçün çox lazımlıdır ki, bunu da dünya praktikasında görmək olur. Odlu silahdan özünü müdafiə yollarını göstərəcəyik. Ancaq öncə onu qeyd etmək istəyirəm ki, bəzən videolarda bu tip fəndlər gördükdə insanların rəyi ondan ibarət olur ki, qarşı tərəf sizi istəsə öldürə bilərdi. Bəli, bu mümkündür. Əgər qarşı tərəf silahı tutubsa və bizə atəş açmaq niyyətindədirsə, o artıq bunu etmişdir. Biz güllədən cəld ola bilmərik. Bizim göstərdiyimiz vəziyyət isə ondan ibarətdir ki, əgər rəqib sizi qorxuzmaq üçün silahı tutubsa, təhdid etmək üçün tutubsa və yaxud da ki, sizi girov götürmək üçün tutubsa, bu vəziyyətdə siz nələr edə bilərsiniz baxımındadır, formasındadır. Odur ki, başlayırıq texnikanızı göstərməyə. Əgər silah başa tərəf dayanıbsa, baş nahiyəsinə tərəf, bu vəziyyətdə biz nə etməliyik? Çox cəld bir formada başımızı silahın tuşlandığı istiqamətdən çəkməliyik kənara. Daha sonra isə sağ əlimiz rəqibin bilək hissəsindən güclü zərbə vurur, sol əlimiz isə rəqibin yumruq hissəsindən, yumruğun üzərindən zərbə vurur və nəticədə rəqibin əli bir anlıq açılmış olur. İndi bunu sizə göstəririk. Dayanırıq bu formada və bu formada
zərərsizləşdirir. Yavaş formada bunu göstərirəm. Deməli, biləyindən və yumruğun üzərindən əlimizi vururuq və rəqibin əli avtomatik olaraq açılmış olur. Bundan sonra sol əlimiz tutur rəqibin əlindən, sağ əlimiz onun digər barmağından tutaraq sol istiqamətə, bizə doğru olan sol istiqamətə doğru vururuq və bədənimizlə də təzyiq etmək üçün sol ayağımızı da geri atırıq və çiynimizlə də təsir edirik. Yıxdıqdan sonra zərbə də vura bilərik. Dirsək hissəsindən sağ əlimizlə tuturuq ki, ağrı ilə ağzı üstə çevirə bilək. Bu formada rəqib daha təhlükəsizdir, nəinki bayaqki formada. Və bundan sonra yenə sol ayağımızla dizimizi qoyuruq rəqibin çiyninin üstünə və tam bədənimizin yükünü üzərinə doğru salaraq rəqibi tam olaraq zərərsizləşdiririk. İndi isə sizə bir sıra fərqli situasiyalardan, yəni silahla olan fərqli situasiyalardan olan müdafiə texnikalarını göstərmək istəyirəm. Lakin ondan öncə qeyd etmək istəyirəm ki, tapanca tuşlandıqdan sonra texnika etmək daha çətindir. Çünki biz tərpənən kimi rəqibin təbii ki, bir barmağı bizim bütün vücudumuzdan daha cəhddir və tərpənən kimi atəş aça bilər, çox təhlükəlidir. Ona görə hərəkət prosesi zamanı biz bunu tətbiq eləməliyik, yəni silah qalxmamışdan. Tövsiyə edirəm ki, bu tip hallarla rastlaşdıqda ilk cəhdəcə fiziki müdaxilə etməyəsiniz. Çünki sonu yaxşı bitməyə bilər, çox təhlükəli və riskli bir addım olar. Yalnız və yalnız son anda, özünüzü qorumağa məcbur olduğunuz anda bu fəndlərdən özünüzü qorumaq üçün istifadə edin. Klublarda, küçələrdə başımıza hər şey gələ bilər. Bilmək olmaz, bu həyatdır. İnsan özünü qorumağa bacarmalıdır. Şəxsən mənim ən sevdiyim rubrikalardan biri özünü müdafiə. Fərid avtomobillərdən sonra telefonları təmir etdi. İş həmişə var. Birazdan. Hər zaman olduğu kimi, bugünkü buraxılışımızda da sizə müxtəlif şəraitlərdə özünüzü qoruya bilməniz üçün bir sıra özünü müdafiə fəndlərini göstərəcəyik, çalışacaq ki, izah edək və bugünkü göstərəcəyimiz fəndi siz 4 fərqli istiqamətdə, fərqli şəraitdə tətbiq edə bilərsiniz. Beləliklə, əgər rəqib bizlə üzbəüz dayanıbsa və sağ əli ilə bizim sağ biləyimizdən tutursa, biz bu zaman nə etməliyik? Biz gecikmədən sağ əlimizi aşağıya doğru vurmalıyıq. Niyə gecikmədən? Çünki tutduğu təqdirdə, əgər qolunu sıxsa, mənə artıq onu vurmaq çətinləşir və rəqib əvəzində bizə zərbə də vura bilər, istədiyi müdaxiləni də eləyə bilər. Ona görə lazımdır ki, gecikmədən əl tutan kimi biz də əlini aşağı doğru vuraq. Daha sonra rəqibə yaxınlaşıram və sağ əlim gəlir rəqibin biləyindən tutur. 2 əlimlə biləyini vururam, eyni zamanda da dirsəyimi dirsəyin altına salıram və dirsəyini qaldıraraq, biləyini vuraraq rəqibə şiddətli ağrı verirəm. Və hal-hazırda görürsünüz ki, rəqib ağrıdan əziyyət çəkir və burada bir şey xatırlatmaq istəyirəm ki, bu fəndi işləyərkən rəqibin qolunu başımızın üzərindən keçirdirik. Bunu ayaq üstə bu formada eləmirəm, çünki gördüyünüz kimi rəqib fənddən azad olur və istədiyi kimi rahat hərəkət edir. Fəndi aşağıdan işləyirəm, sanki spiral vari olaraq aşağıya doğru vurulub işləyirəm. Və rəqibin arxasına keçirəm, başımın üzərindən aparıram aşağı. Rəqibi yerə yıxdıqdan sonra sağ əlimizi hələ də buraxmırıq. Axıra kimi də saxlayırıq, necə ki əvvəldən tutmuşduq, axıra kimi də bu formada saxlayırıq biləyində və sonuncu ağrı verici fəndlə rəqibi tam zərərsizləşdirmək üçün dirsəyi üçün boşluq yaratmalıyıq. Boşluq yaratmaq üçün də əlimizi özümüzə sarı sürüşdürüb çəkirik, dirsəyimizlə qoluna basırıq və əlimizlə də dirsəyini aşağıya doğru, boşluğa doğru sıxırıq.
gördüyünüz kimi şiddətli ağrı baş verir və siz istəsəniz bu formada saxlayıb rəqibə zərbə də endirə bilərsiniz, təbii ki, zərurət varsa. Bu göstərdiyimiz özünü müdafiə fəndini siz bir sıra başqa şəraitlərdə də, başqa formalarda da istifadə edə bilərsiniz. Belə ki, ola bilər ki, rəqib sağ əli ilə bizim sağ əlimizdən yox, iki əli ilə, hələ iki əlimizdən tuta bilər. Bu zaman sağ əlimizlə rəqibin sağ biləyini tuturuq və yenə də eyni formada, eyni trayektoriya ilə hərəkət edərək rəqibi zərərsizləşdiririk. Bu fəndin sizə üçüncü variantını da göstərməyə çalışacaq. Belə ki, ola bilər fərqli şəraitdə rəqib sizin yaxanızdan tuta bilər. Bu zaman nə etməliyik? Əgər rəqib üzərimizə addımla gəlirsə, yenə bir addım arxaya ayağımızı atırıq ki, tarazlıqdan çıxmayaq. Daha sonra zərbə vururuq. Bundan sonra yenə əlimiz əvvəlki fəndlərdə göstərdiyimiz kimi tut rəqibin biləyindən. Burada olan fərq isə başımız və gövdəmizlə rəqibin qolunun altından içəriyə doğru keçməkdədir. Göstəririk formada. Və bura gəldiyimiz zaman artıq biz zərbə də endirə bilərik və yenə də eyni formada sonluq edərək rəqibi tam formada zərərsizləşdiririk. İndi isə bu fəndin dördüncü variantını, ola bilər ki, rəqib hücumla gəlsin üzərimizə, yəni bu formada. Bu zaman nə etməliyik? Yenə eyni fəndi tətbiq edəcəyik, amma tətbiq etmədən öncə biz rəqibin hücum gəldiyi istiqamətdə dayana bilmək, yəni önündə durmuruq. Çünki bu çox təhlükəlidir. Ona görə biz əlimizlə blok qoyaraq kənara doğru çəkilirik. Daha sonra sağ əlimizlə rəqibi çaşdırmaq üçün zərbə endiririk və yenə eyni formada 1, 2 və biləkdən tuturuq. Və eyni formada əvvəl göstərdiyimiz texnikalar kimi irəli doğru addımlayaraq rəqibi yerə doğru yıxırıq. Yekunda onu demək istəyirəm ki, hər bir şəxsə məsləhət verərdim ki, idmanla məşğul olsunlar. Bu həm sizin sağlamlığınız üçün önəmlidir, həm də ki, özünüzü müdafiə edə bilən şəxs kimi yetişməniz daha gözəl olardı. Bir də çalışın ki, heç vaxt yaxanızı ələ verməyin.